İsti kabab, yağlı fətir. Sözlərinə bax, özdə doymaq olmur, bir də gətir. Qadazalım, Azərbaycan mətbəxindən doymaq olur. Olmur axı Azərbaycan mətbəxindən, Azərbaycanın yeməklərindən doymaq olmur. O ki, gətirirlər belə. Antriklotu gətirirlər belə. Belə. Gagarin mostuna oxşayır. Onun ki, üstündə o elə nazik başlayır, getdikcə enlənən quyruqdur, pidi yağdır, o var. Onu ki, belə ki, qopardırsan, gətirirsən, üstündə xneyrək belə qızar. Dodağına qoyan kimi özü yedirir. Ondan doymaq olar. Ya da ki, o sümüyün baş tərəfində o et var, nə deyirlər ona? Yablıçka. Yenindən görsənir elə, bilirsən adını. O yablıçkadakı başqaları yeməsin, özün çox yeyəsən, 3-ün 4-ün birdən ötürürsən. Sümüyü də yalanla deyirsən, güya iti aparacam. Az qala özün yeyəsən. Ondan doymaq olar. Ya da ki, o lülə. Lüləni ki, gətirir, qoyur qabağında belə. O şişi ki, çəkəndə, şişdən birə fəryad səslər gəlir. O lülə ki, təzə mangaldan götürəndə, üstündə o piyyə hazır. Qaynayır, baxın. Onu ki, belə açırsan, belə yuxanı palas kimi. Lüləni belə meyt kimi ki, uzadırsan, üstüne. O doğranmış soğan var, onu ki, suvaqda çimizdirib tökürsən onun üstünə. Onu ki, belə bürməliyirsən, belə meyt qatof. Gətirirsən onu buradan pilaramya belə. Mən bunlara deyirəm ki, ay bacım, mən sudan, havadan kökələm.